elə deyil tam. Qalib gəlmək mümkün. Tam elə deyil. Aha. İlk və sonra söhbəti getmir. Burada eyni zamanda. Eyni zamanda, daha doğrusu bəli. Eyni zamanda biz təsir eləməliyik həm bədənə, həm zehniyyətə, həm ruha. Çünki insan eyni anda bir varlıqdır. Onu bölmək o qədər də düzgün deyil. Ona görə də bizim müalicə üsullara gəldikdə mən bizim prinsiplərimizdən deyəcəm. Aha. İlk növbədə düşüncə araşdırılmalıdır ki, hansı stres nəticəsində bu yaranıbdır. İkinci, insanın beynində əgər hansı bir qorxular varsa, o qorxuları yığışdırırıq. Və üçüncü növbədə və eyni əhəmiyyətli bədəni təmizləyirik. Bədəni təmizlədikdə biz həm sistem vasitəsilə biz bunları eləyə bilirik, imalələr vasitəsilə bunu eləyə bilirik, müəyyən vannaların qəbul olunmasında bunu eləmək olur. Ondan sonra ikinci variantda biz əgər yoxlayırıq, bizim xüsusi diaqnostik üsullarımız var və biz baxırıq ki, insanda daha çox qələvilikdirmi bədəndə, ya turşuluqdurmu? Turşuluq çox olanda biz ona xüsusi pəhriz veririk, qələvilik pəhrizi veririk. Mütləq qida ilə də tənzimlənirik və nəhayət bədəndə oksigenin artırılmasını təmin edirik. Bu həm idmanla ola bilər, xüsusi gəzintilərlə ola bilər və xüsusi tibbi üsullar da var ki, hansı ki, şükürlər olsun ki, Azərbaycanda bugün də mümkündür. Deyək ki, oksigenoterapiya, damara vurmaqla, yaxud da ki, hiperbarik oksigenasiya var, belə bir üsul. Yəni, onları da lazım olduqda tətbiq eləyə bilirik. Əsas istiqamətimiz budur. İmmunitet qalxmalıdır. Qorxular beynindən yığışdırılmalıdır və ruhun yüksəkliyi təmin olunmalıdır. Biz müşahidə eləmişik ki, insanların yaşamaq istəyi olanda onlar daha tez sağalırlar. Təbii. Çünki onda ruh yaşam üzərində mübarizə aparır və onda həmən şiş təsadüfi bir problem kimi görsənir. Yox, əgər insan özünü həmən o şiş xəstəliklə eyniləşdirirsə və onda artıq xəstə şəxsiyyət tipi formalaşırsa, onda bizim mütəxəssislərimiz var ki, psixoterapevtlər, mən də onlar daxil olmaqla, biz onun artıq o şəxsiyyətini, o xəstə şəxsiyyətini işləyirik ki, ondan sonra bədənə təsir eləyə bilək. Çünki bizdə hər şey vəhdətdir. Əgər düşüncədə ruh düşkünlüyü varsa da, insanda yaşamaq istəyi yoxdursa, bədəni onu çıxartmaq çox çətindir. Bu, tək onkoloji yox, digər xəstəliklərə də şamildir. Tək ürək xəstəliklərinə, ciyər xəstəliklərinə, ağciyər və s. də, ümumiyyətlə xəstəliklərə. Ona görə də müalicə üsullarımıza bizə nə daxildir? Hərəkət, pəhriz, düşüncə. Bunların da çox geniş üsullar var. Deyək ki, qidada ən vacib maddələrimiz var ki, o sadədir. Sarı kökdür, zəncəfildir, limondur, sarımsaqdır. Bunlar bütün onkoloji xəstəliklərə şamil olunur. Ondan sonra müəyyən yağlardır. Qara zirə yağıdır, kətən yağıdır və məişətdə geniş istifadə edə biləcəyimiz zeytun yağıdır. Yəni, bu reklam deyil ki, çünki mən şirkət adı çəkmirəm.